Bu ifadə sağlamlığa müsbət təsir göstərir. Mütəxəssislər bildirib ki, insanın emosional vəziyyəti yalnız psixoloji deyil, eyni zamanda fiziki sağlamlığa da birbaşa təsir göstərir. Son illərdə aparılan tədqiqatlar göstərir ki, düşüncələr, hisslər və hətta insanın özünə yönəltdiyi sözlər orqanizmin biokimyəvi proseslərinə təsir edir. Araşdırmalara görə stress, qorxu və narahatlıq kimi mənfi emosiyalar immun sistemini zəiflədə, bərpa proseslərini ləngidir. Əksinə, müsbət düşüncə, özünə qarşı mehriban yanaşma və daxili təhlükəsizlik hissi orqanizmdə daha balanslı reaksiyalara səbəb olur. Bu yanaşma elmi ədəbiyyatda psixonevroimmunologiya kimi tanınır və zehin-bədən əlaqəsini araşdırır. Mütəxəssislər qeyd edib ki, gündəlik həyatın gərgin ritmi fonunda insanlar çox vaxt özlərinə diqqət ayırmağı unudur. Halbuki sadə vərdişlər, dərin nəfəs alma, özünə səni sevirəm, güvəndəsən kimi müsbət sözlər demək və qısa istirahət anları ümumi sağlamlığı yaxşılaşdırır.